Cəmiyyət nə də insan dəyişməyib. Biz əsas məqsəd cəmiyyətdə nədir? İnsanı qorumaq, yaşamaq uğrunda mübarizə. Bunlar hamısı yenə də öz yerində qalıb. Sadəcə olaraq biz elə bilin ki, insan bədəndir, dəyişən isə libasıdır. Libasımız dəyişib, o yaşam uğrunda mübarizəyə gedən yol dəyişib. İnsanı qorumaq üçün düşüncələr dəyişib. Məsələn, bir zamanlar əgər itaət idisə ən gözəl yol, indi azadlıq vurğusudur. Bir zaman kollektiv şüur idisə, əgər uğura gedən yol, cəmiyyəti qorumaq üçün, insanı qorumaq üçün düşünülən yol, indi fərdilikdir. İndi fərdi düşüncə ön plana çıxıb. Yəqin ki, zaman keçdikcə bu düşüncələr yenə də müxtəlif donlar dəyişəcək, libaslar dəyişəcəkdir. Amma ümumi götürəndə hər şey insanın öz daxilindən keçir. Yəni, sən nə qədər dəyişə bilmirsən? Gəlin, səmimi danışaq. Sizin də, mənim də ətrafımda belə insanlar var ki, hələ də Cəlil Məmmədquluzadənin əsərlərindəki adamdır o. Bu boyda cəmiyyət dəyişib, inkişaf var, amma onun düşüncəsində heç nə yerindən oynamayıb. Bu, mənə elə gəlir ki, bir insanın faciə sözünü sevmirəm, amma uğursuzluğudur. Düşüncənin, bu qədər dəyişən dünyada hadisələrə baxışın heç tərpənməməyi uğur deyil. Səbəb nədir? Səbəb özünü inkişaf etdirməməkdir, bir mənalı olaraq. Səbəb, bir də onu da vurğulayım ki, bugün istər qadın olsun, istər kişi olsun, Fəxriyə xanım, biz dəyişməyi də səhv başa düşmüşük. Azadlıq sözünü də bəzən səhv anlamışıq. Çünki dəyişmək təkcə geyimlə, saç düzümü ilə olan bir şey deyil. Əgər sənin düşüncən, ətrafa baxışın dəyişməyibsə, səndə heç nə dəyişməyib. Libasının markası nə olursa olsun, qiyməti nə olursa olsun. Bütün əsərlər boyu, əsrlər boyu və bütün əsərlərdə biz nə görmüşük? Heç insan sevgidən doyubmu? Heç belə bir insan qarşınıza çıxıbmı ki, o sevilmək arzusunda olmasın, başa düşülmək istəməsin? Demək ki, insanın özü də hələ dəyişməyib.